Çox maraqlı tarixdə baş vermiş hallardan, əhvalatdan biri də Harun ər-Rəşidin dövründə onun vəzirlərindən biri olan Əsmə'i adında bir vəzir var idi ki, bir gün Bağdadda yolunu azmışdı, şəhərə gəlmək istəyirdi, yolu tapa bilmirdi, səhralıqda azıb qalmışdı, çox yorğun oldu və suyu da tükənmişdi, susuz, isti hava, çox yorğun halda bir xeymə gördü. Və gəldi, yaxınlaşdı xeyməyə, elə kənardan çağırdı ki, ay xeymədəki kimsənsə bilmirəm, mən oğru deyiləm, yol kəsən deyiləm, yolu azmışam sadəcə, istəyərdim ki, burada istirahət eləyəm, mənə su verəsən və s. Bir üzü, çöhrəsi, siması gözəl olan cavan bir xanım pərdəni açdı, xeymədən çıxdı və bildi ki, Əsmə'idir, Harun ər-Rəşidin vəziridir, özünü təqdim eləyəndə. Dedi ki, mən bir həyat yoldaşım var, ova gedib. Harda olsa indi qayıdıb gələr. Mən sənin naməhrəm olduğuna görə xeyməyə dəvət eləyə bilmirəm, amma burada kölgəlikdə gəlib əyləşərsən, mən sənə su da verərəm və hər bir şeydə xidmətində dayanaram. Gəldi, əyləşdi. Və xanım ona su verdi, yemək hazırladı, verdi, istirahətini elədi və qalxıb getmək istəyəndə hazırlaşırdı ki, qalxsın, gördü atla bir kişi yaxınlaşır xeyməyə və bu xanım da, bu gözəl xanım da, cavan xanım da qaça-qaça tələsik gəldi, onun qarşıladı və sözü bu oldu ki, xoş gəlmisən və atdan düşməsinə kömək elədi. Bu kişi də, vəzir də baxdı, gördü ki, bu kişi çox eybəcər bir kişidir, bildi ki, xanımın həyat yoldaşıdır. Və əli boş gəlib, ovdan ovsuz qayıdıb və gəldi, yaxınlaşanda xanım təqdim elədi ki, bu da xəlifənin vəziridir, Əsmə'idir, yolu azmışdı, gəlib bugün bizdə qonaq oldu. Bu da gəldi, heç etina eləmədi, belə bir bədrəftar bir adam idi və keçdi acıqlı şəkildə, belə deyək, heç etina da eləmədi həmin şəxsə, keçdi xeymənin içərisinə. Bu kişi də, vəzir də qalxdı öz atına və sağollaşıb getmək istədi ki, xanım, istəyərdim səndən bir söz soruşam. Dedi, buyur. Dedi, elədiklərinə görə təşəkkür edirəm sənə, amma bu ki, sənin həyat yoldaşındır, bunun nə əxlaqı var, tərbiyəsi var, bədrəftar bir adamdır, nə gözəl bir qiyafəsi var, bir gözəlliyi var, nə də ki, pul qazanmağı var. Sən buna niyə görə evlənmisən, buna niyə görə ərə getmisən? Hələ bunu deyəndə xanım ona qayıtdı ki, Əsmə'i, Allah sənə lənət eləsin. Allah sənə lənət eləsin ki, sən bu fikirlə mənim ailəmi, bu fikir toxumunu mənim beynimə salmaqla mənim ailəmi dağıtmaq istəyir. O mənim həyat yoldaşımdır. O pul qazanmasa da, o ovlaya bilməsə də, bəd qiyafə olsa da, bəd rəftar, bəd əxlaq olsa da, davranışı pis olsa da belə, o mənim həyat yoldaşımdır və mən onu sevirəm. Mən onu elə bu xasiyyətləri ilə, bu xüsusiyyətləri ilə sevirəm. Niyə görə sən bu sözü deyirsən ki? Mən Peyğəmbərdən belə nəql ediblər, belə bir hədis eşitmişəm ki, iman iki hissədən ibarətdir. Bir hissəsi səbirdir, bir hissəsi də şükürdür. Mən də bu Peyğəmbərin bu hədisinə əməl edirəm. Ərimin, həyat yoldaşımın bəd rəftarına, bəd əxlaqına, acı sözlərinə səbr edirəm və onun qazana bilmədiyinə görə nə qazanırsa, az qazanırsa, nə əldə edirsə, ona da şükür edirəm. Mən əslində bu iki şeylə, səbr və şükürlə imanımı qoruyuram, saxlayıram. Peyğəmbərimizin də sözünə əməl edirəm.